Herkese salam dostlar. Bugün sizlerle birlikte FR Legends oynayacağıq. Baxın, yəni bu mod falan deyil. Mod deyirlər. Hələ də yoxdur da. İndi mən əsasən maşınlarımı dəyişəndə sizə lobbydə göstərəcəm para birimini. Bu modda hətta mən yükləmişəm telefonumdadır. Öz xəritəmizdir yəni. Bunu dostlarımla mən bir yerdə eləmişik. Yəni bu xəritəni düzəltmək üçün oyundakı xəritələrdən biri deyəsən əksiltmişik. Özümüz də bilmirik hansıydı. Baxın, varsa bu xəttdə məndən yaxşı drift atan gəlsin. Hop. Mən o pulu eləmək üçün dostlar bu xəttədə bunun birazcık daha köhnə sürümü yükləmişəm. 3.4'dü. Hə. Ben yükləmişəm onu. Pulumu da vurmuşam orada. O da hilələ olur. Sonra da bunu yükləmişəm. Çünkü bunda o şey mod deyəndəki sadəcə maşında da ala bilsən. Mod yoxdur üstündə. Bu mod yazılmışsa bu xətti dəyişdirdim. Altında yorumlarda yazarsın. Bir kardeşime bakın. Bu da benim kardeşim. Bu da videoda gördüğünüz Mitsubishi. Ama normalde belə bir maşın değil. Mitsubishi. Başka maşın üstüne yığılıb. Desen diyen üstündeki. Faradasına kadar desendi. Bu Alex 7. Baxanda işıqları görsənir belə desen olaraq, amma desendi. Əsl deyil. Bu heç E34'ün üstüne yığılıb bu. Bu da ki mənim özümün ağzına gələn. Bu da en sevdiğim maşınlarından biridir. Nissan A32 deyəsən bu. Tam hatırlamıram onun adını. Elim burada sürək. İsteyen yine de her gün video atanda mən oyunda. Yəni video atmamışdan qabaq oyuna girəndə həmişə YouTube'da yazacağım onu. Paylaşacağım ki, yəni oyuna girirəm, gəlmək istəyən gəlsin. En azından yarım saat da olsa oyunda olacaq. Bunu da diyeyim ki, yani özümüzün Discord sunucusu var. FR Legends'a aid yığılacaq qrupumuz. O qrupda admin olmaq istəyənlər, yəni özel rol almaq istəyənlər indidən gələ bilər. Bu videoda, bundan sonraki videoda kanalın linkin, Discord kanalımın linkini paylaşacağım. İstəyənlər gələr. Gözəl sunucudur. O da çəkilişlə maşınlar verilir sizə, maşınların kodları verilir. Yəni, hər gün çalışacağım ki, həm də orada mod paylaşım. Sizin üçün belə maşın modlarıdır, xəritələrdir, özel modlar, hər şey. Yani isteyen en köhnə sürümlərdən biridir. Yəni indikilərdə sunucuda oynamaq üçün bizdə Microsoft hesab falan istəyir.
Ya biz onu dərd eləmirik də. Açmaq da olmur Azərbaycanda. Bilmirik nə sistemdirsə. Ona görə də biz ən köhnədə oynayırıq. Orada sadəcə bir dənə IP adresi yazırsan. Sunucunun IP adresi, şifrəsini də qoyursan sunucunun girirsən. O daha asaddır. Can rahatlığı odur. Hoppa. Hop 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 hop. Yavaş. Of, sıfır kəsdim orada. Yine qaydıq maşınları düzəltək. Başqa sizin istəkləriniz nədir? Böyle. Oy 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 oy. Qəşəng. Of, dostlar, yəni çox pis. Bunu da deyim ki, videolar yəni bir gün, 2 gündən bir gələ bilər artıq. Ya vaxtım biraz çox olur. Ona görə. Hey, oyun dondu. Leylək. Millete fake olduğumuzu bildirək biraz. Oy 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 oy. Ha? Böyle dostlar, bu xəritədə bak işe yarayır. Dur. Bak işe yaradı. Of. Canavarım. Dostlar da dondu. Çıxırıq. Hoppa. Uy, qəşəng. Sadəcə dostlar, burada deməsəydim qəşəng idi o. Bir iki nerede burada sizin için drift atayım ya, artık videomu bitireyim.
Sağ olun dostlar. Bugünkü videomuz da belə idi. Sağ olun, salamat qalın.